Bir həyat koçundan eşitməyini istədiyim çox vacib bir məsələ var. Bir çox insan seanslara gəlir və deyir ki, özgüvənimi artırmaq istəyirəm, karyeramda daha yaxşı pillələrə çatmaq istəyirəm və öz istədiklərimə nail olmaq istəyirəm. Çox insan elə düşünür ki, onun əsas problemi özgüvənlə bağlıdır. Amma çox insan da bilmir ki, özgüvən bacarıqlarla ortaya çıxan bir şeydir və özgüvənin daha yaxşı səviyyədə olması üçün müəyyən bacarıqlarımızı daha da inkişaf etdirməyimizə ehtiyacımız var. Yəni təcrübəyə ehtiyacımız var və zamana ehtiyacımız var. Amma əsl özgüvən, yəni sizin karyerada axtardığınız özgüvən deyil. Əsl daxildən gələn özgüvən öz dəyərə bağlı olan bir qavramdır. Əgər ki bizim öz dəyərimiz sağlam təməllər üstünə qurulursa, yəni hər hansısa başqa algılardan təsirlənməyibsə və öz dəyər qavramımızı düzgün bir şəkildə bütün mikroblardan deyim təmizləmişiksə, o zaman özgüvən də öz dəyərə bağlı olduğu üçün daha sağlam bir şəkildə duruşa sahib olacaqsınız və həyatınızı daha gözəl irəliləyəcək. Bunu nəzərinizdə saxlayın və bacarıqlardan gələn özgüvənlə öz dəyərdən gələn özgüvəni ayırmağın nə qədər vacib olduğunu da özünüz üçün dəyərləndirin sevgilər.